Gələn indi müəllimlər, badminton haqqında sizə məlumat vereyim. Badmintonun oyun qaydaları, nə ilə oynanır, necə oynanır, onların hamısının haqqında sizə məlumat verəcəm. Saxlayın. Badminton idman oyunu, İlk dəfə 1872-ci ildə yaranır. 1872-ci ildə İngiltərənin Badminton şəhərində. İngiltərənin Badminton şəhərində yaranır və raketka ilə oynanılan bir oyun növüdür. Aydındır müəllimlər. Raketka ilə oynanan bir oyun növüdür və oyunda topdan istifadə olunmur. Yəni, vurulandan istifadə olunur. Yəni, bu voleybol deyil, futbol deyil, nə bilim, handbol deyil, aydındır, basketboldur. Burada volandan istifadə olunur, volan. Aydındır. Volan sözünün mənası da tük topu deməkdir, müəllimlər. Tük, nə? Topu. Tük topu deməkdir. Yadınızda saxlayın. Volan sözünün mənası da tük topu deməkdir. İndi gedəyin müəllimlər, bu sizin üçün ilkin məlumatdır. İndi gedəyin oyunun qaydaları. Müəllimlər, yadınızda saxlayın. Meydançanın uzunluğu heç bir halda dəyişmir. Aydındır. Meydançanın uzunluq hissəsi neynəmir? Heç bir halda dəyişmir. Yalnız meydançanın eni təklərə və cütlərə görə dəyişir. Yadınızda saxlayın müəllimlər. Meydançanın uzunluğu 13 metr 40 santıdır. 13 metr 40 santı meydançanın uzunluğudur. Meydançanın eni təklərdə 5 metr 18 santıdır. Cütlərdə isə 6 metr 10 santimetr. Aydındır. Oyunun, meydançanın yalnız təklərə, cütlərə görə eni dəyişir. Sizi sualda anladıqdan ki, badminton idman oyunda təklərə, cütlərə görə meydançanın uzunluğunda nə qədər fərq eləyir? Siz də hamınız deyəcəksiniz ki, 92 santimetr. Çünki 5-18 ilə 6-10 arasında nə qədər fərq var müəllimlər? 92 santimetr fərq var da, düzdür? İndi müəllimlər, gedirik nəyə? Torun uzunluğu. Yadınıza saxlayın müəllimlər, torun uzunluğu heç vaxtı dəyişmir. Fikir verin, görün, hardan hara qədər? Torun uzunluğu meydanın əvvəl eninin axırından maksimuma qədər, yəni axırıncı sonluğuna qədərdir. Bu da eləyir nə qədər? Meydançanın da maksimum eni 6 metr 10 santıdır. Düzdür, santimetr təşkil edir. Aydındır. Yəni sizə sual düşsə ki, meydançada torun uzunluğu nə qədərdir? Torun uzunluğu 6 metr 10 santıdır müəllimlər. Sizə sual düşər ki, meydana daxil olan hissəsi nə qədərdir? O da 6 metr 10 santıdır, yadınıza saxlayın. Aydındır? Aydın. Təşəkkür. İndi gedirik torun en hissəsinə müəllimlər. Torun eni hər bir halda 76 santimetr təşkil edir. 0,76. 0,76, yəni 76 santimetr. Voleybolda bu 1 metr təşkil edirdi. Burada da 76 santimetr təşkil edir. Yadınızda saxlayın. Və müəllimlər, dirəklərin hündürlüyü. Yadınızda saxlayın. Dirəklər voleybolda 2 metr 55 santimetr idi, düzdür. Burada da 1 metr 55 santimetrdir. Yəni, voleyboldan 1 metr nədir? Balacadır, qısadır. Yadınızda qalar. Bəli,
Təşəkkür. İndi gedirik nəyə? Müəllimlər, torun hündürlüyü, bax, dirəklərin hündürlüyü ilə torun hündürlüyünü qarışdırmır. Dirəklərin hündürlüyü oldu 1,55. Düzdür? Bu dirəklərin hündürlüyü. Torun da hündürlüyü 1,55'dir. Torun da hündürlüyü 1,55'dir. Amma burada bir dənə nüans var, onu tutmaq lazımdır. Torun hündürlüyü müəllimlər mərkəzdən 1 metr 52 santimetrdir, 1,52'dir. 3 santimetr kənarlarla, yəni bu kənarla bu kənarda fərq var. Baxın, evdə hər kəs neyir? Paltar teli sarıdır, düzdür. Paltarın teli biraz boş, taram dartmayanda neyir müəllimlər? Düz gəlir, ortadan əyilir, sonra düzəlir. Bax bu formada. Görürsünüz, bura yer səthi ilə daha yaxındır. Nəyin ki bura? Düzdür müəllimlər? Ağırlığa görə hesablanırda ağırlıq düşür ortaya. Həm ağırlıq düşür. Həm də müəllimlər, burada volanı tor geri qaytarmır. Qaytarsa da vurulmur. Aydındır. Ona görə buranı torun boş bağlayırlar. Taram dartmır. Yadınıza saxlayın. Aydın olar müəllim? Aydın. Yaşa. İndi gedirik müəllimlər. Baxın, bu gördüyünüz nədir? Bu gördüyünüz azad zona. Bu gördüyünüz azad zona 1 metr 98 santimetrdir. 1 metr 98 santimetrlik azad zonadır və digər komanda burada var. Baxın, diqqətlə baxın, görərsiniz ki, iki komandanın ikisində də azad zona var. Baxın, burada da yazılı. Burada da yazılı. Müəllimlər, yadınıza saxlayın. Azad zona 1 metr 98 santimetr təşkil edir. Aydın olar. İndi müəllimlər, gedirik nəyə? İndi burada servis topunu yerinə yetirən zaman heç bir halda saniyə qaydası tətbiq edilmir. Saniyə qaydası tətbiq edilmir. Yəni, voleybolda 8 saniyədir, burada 8 saniyə falan söhbəti yox. Və meydanda olan xətlər. Ən ensiz xət badmintondadır müəllimlər. Bütün idman oyunlarında var, məsələn, 8 santimetr, 5 santı var, 12 santı var, 5 ilə drop 8 bir yerdə olanı da var. Aydındır, 12 dedim, 5 dedim. Burada isə 4 santimetrdir müəllimlər. Ən ensiz xət badmintondadır, yadında saxlayın. Badmintonda xətlərin enliyi bütün hallarda 4-5 yox, daha doğrusu 4 santimetr təşkil edir. Bütün hallarda xətlərin qalınlığı neçə santimetrdir? 4 santimetr təşkil edir. Və xətlər bir ağ rəngdə ola bilər, müəllimlər, ağ. Bir də sarı. Bir ağ rəngdə ola bilər, bir də sarı rəngdə. Ağ, sarı. Yəni, ya ağdır, ya da sarı rəngdə ola bilər. Aydındır müəllimlər var. Müəllim, bu rənglər var, rənglər. Bu hansı hallarda rənglərdir, dəyişiklik ola bilər rənglərdə? Meydançanın reglamentini asıl, müəllim, onun halı yoxdur. Yəni, ola bilər ki, meydançada ağ olsun, ya da ki, sarı rəng. Yəni, iki rəngi birindən... Yarış baxımından. Yox. Onun rəsmi bir halı yoxdur ki, deyərsən ki, məsələn, bu niyə görə bu sarıdır, niyə görə ağ. Tamam. Bura qədər sual olan müəllimlər. Gedirik nəyə? İndi müəllimlər, baxın, təklərdə, üzr istəyirəm, cütlərdə meydançanın özlərinə aid olan hissəsi. Cütlərdə meydançanın özlərinə aid olan hissəsi cütlərdə. Bax, budur. Cütlərdə. Cütlərdə dediyi meydançanın eni nə qədər? 6 metr 10 sant.
Görürsünüz, maksimum enindədir, 6-10. Amma təklərdə isə, baxın, meydança buradan bura qədər olur. Aydındır. Görürsünüz, birində eni enlidir, enliyi enlidir. Birinin eni servis hissəsi də, yəni bu hissəsinin uzunluğu, bu hissənin uzunluğu nə qədərdir? 3.96. Ay sağ ol. İndi təklərdə bunun da üstünə 76 santimetr gələsən. Təklərdə. Görsən 76 santimetr təklərlə cütlərin arasında meydançanın uzunluğunda yalnız servis zonasında fərq var. Ümumi uzunluğunda yoxdur. Ümumi uzunluğu 13 metr. 40 santimetr. Bu dəyişmez, bu heç. Bunu qoyduq kənara. Söhbət servis zonasından gedir. Bu sizdə heç vaxt sual olaraq düşməyəcək. Prosta burada var deyə soruşdu, yəni izah edirəm ki, yəni 3.90 bunun üçün nəzərdə tutulur. Aydın nə müəllim? Yox. İndi, baxın, bayaq sizə xətti çəkəndə nətər çəkmişdim? Dedim ki, bu hissə nədir? Bu hissə təklərə aiddir, düzdür? Təklərə aid. Görürsünüz, bir hissədə yarıya bölünüb. Yarısı 2.59'dur, bu biri yarısı da 2.59'dur. Bunları hesablayanda görün 5.18 çıxmır. 2.59'un üstündə 2.59 gələndə, deməli 2.50, 5 metr, 2.9'unda 18. 5.18. 5.18 edir. Yadınıza saxlayın. Aydın deyil müəllim? Bura qədər sual olan yoxdursa, gedək oyunun başqa hissələrinə. İndi müəllimlər, yadınıza saxlayın. Badminton idman oyunu Olimpiya oyunlarının proqramına neyini? Olimpiya idman növüdür. Yəni, Olimpiya oyunlarının proqramına daxil edilmiş bir oyundur. Və müəllimlər, yadınıza saxlayın ki, badmintonun 3 dənə növü var. 3 növü var. 3 növü. Bunlar hansılardır? 1, 2, 3. Bunlar hansılardır? Tək, yəni təklər, Cütlər. Bir də qarışıq cütlər. Qarışıq. Cütlər. Yəni, təklər deyəndə olur nə? Təklər deyəndə yalnız qadınla qadın olur, kişi ilə kişi olur. Cütlər deyəndə hər iki komanda, ikisi də olur qadın, bu da olur qadın. Aydındır? Və yaxud da ki, hər ikisi olur kişi. Amma qarışıq cütlər deyəndə, müəllimlər, Qarışıqdır, yəni qadın da kişi də ola bilər də. Həm qadın olur, həm kişi. Məsələn, indi gedək tək kişilərə. Bax, tək kişilər. Bir dənə kişi burada, bir kişi burada. Düzdür? Bu getdi. Tək kişilərə. Tək qadınlar. Tək qadın, burada da tək qadın. Düzdür? İndi gedək. Bir qadın, iki qadın. Yəni, cüt qadınlar. İkisi də görürsünüz qadındır. Burada da ikisi də qadın. Aydındır? Yox, sizə sual düşdə ki, kişilərdən ibarət deyəndə bu qığların yerində nə olur? Kişi olur, yəni kişilər olur. Aydındır? Amma sizə sual düşdə ki, qarışıq cütlər. Qadın, kişi oynanır. Yəni, dəxli yox. Yəni, bu, o demək ki, üzbəüz qadınla qadın, kişi ilə kişi. Bunun heç bir dəxli yoxdur. Yəni, kişi burada da olur. Aydındır? Bunun heç bir fərqi, durmağın fərqi yox. İndi gedək növün saydı. Daha doğrusu, növün saydı, indi gedək kateqoriyası. 3 növü var idi. Tək, cüt,
Bir də qarışıq. İndi gedək kateqoriyası da 5 dənədir. 5 dənə. Yadınıza saxlayın. 1. Tək qadın. Tək qoyuram qadın. 2. Tək kişi. 3. Cüt qadın. 4. Cüt kişi. 5-ci isə qarışıq. Cütlər. Aydındır. Görürsünüz, bu ikisi nəyə aiddir müəllimlər? Bu ikisi aid olduğu təkə. Növün təkinə aid. Növün 3 növü var idi, bir də təklər idi. Düzdür? Görürsünüz, təklərdən 2 dənə nə yarandı? Təklərdən 2 dənə yarandı nə? Növ. Üzr istəyirəm, növ nə idi? Təklərdən yarandığı kateqoriya. Yəni, 3 növ. Sağ ol. Bir qadın, bir kişi. Yəni, təklərdən yarandığı nə? Kateqoriya, qadın kişi kateqoriyası. Sağ ol. Qadın kateqoriyasına bir bölündü, kişi kateqoriyasına bir bölündü. Düzdür? İndi cütlərə. Cütlər də görürsünüz. Cütlərdə deyil, hətta mənim. Qadın kişi. Cütlərdə də 2 kişi, 2 qadın olur. Bu da getdi. Kateqoriya. Amma qarışıq cütlərdə olur. Bir kişi, bir də nə olur? Qadın. Aydın nə müəllim? Bu qarışıqdır. Müəllimə izahını çəkir. Buraya qədər sual olan. Deməli, sizə sual düşər ki, bu Mənə zəng gəlmişdi, o həmin hissəni başa düşmədim. Üzürlü sayın. Hanıdan başa düşmədim? Müəllim, yadında saxla. 3 növü var, 3 növü. 5 dənə kateqoriya var. O 3 dənə növdən 5 dənə kateqoriya yaratır. 1, 2, 3, 4, bir də 5. Bax, yadında saxla. Birinci gəlir qarışıq cütlər. Birinci gəlir tək qadınlar. Tək qadınlar. İkinci gəlir tək kişilər. Düzdür, bu biri gelir. Bu biri gelir. Bir kateqoriya. Yox, bu 2 kateqoriyadır. Bir növün kateqoriyası. Təklərin tək. Təksə təklərə aiddir. Tamam. Tək. İndi gedək nəyə? Cütlərə. Cütlərdə olur. Cüt qadın, cüt kişi. Düzdür? Bu da aid oldu kimə? Cütlərə. Sonra gəlir qarışıq. Qarışıq cütlərdə isə bir dənə kişi olur, bir dənə qadın. Bir dənə də qadın olur. Aydındır, təşəkkür edirəm, üzürlü sayın. İndi müəllimlər, sizə sual düşər. Badminton idman oyununda Olimpiya oyunlarının proqramından daxil olan 3 növdən hansıdır? 3-ü də nədir müəllimlər? Olimpiya. Sizə anladarlar ki, 5 kateqoriyadan hansı olimpiya oyunlarının proqramına daxildir? 5-i də nədir müəllimlər? Daxildir. Çünki o 3 dənədən yaranır 5 dənə. Aydındır? İndi müəllimlər, gedəyin xalın neyləməsinə, bölünməsinə. Baxın, badminton idman oyununda müəllimlər, tək xallar soldan başlayır, cüt xallar sağdan başlayır. Baxın, tək xallarımız hansılardır? 1, 3, 5, 7, 9, 11, 13, 15 və s. deyirəm. Cüt xallarımız hansılardır? Cütlərimiz. 0 cüt rəqəmdə müəllimlər, riyaziyyatı bilənlər yaxşı bilir. Riyaziyyatda 0 nə götürür? Cüt götürür. Sağ ol, cüt götürür. 0, 2, 4, 6, 8,
10, 12, 14 və s. Düzdür, bunları başa düşdünüz də. Bunları bildik. İndi müəllimlər, təklər başlayır hardan? Meydançanın solundan. Sol. Düzdür. Cütlər başlayır meydançanın sağından. Sağ. Yəni bu mərkəzdən bölünür. Sağdan başlayır cütlər, soldan başlayır təklər. Yəni təklər. Sizə sual düşər ki, ilk servis atışı necə atılır? Sağdan atılır müəllimlər, sağdan. Bax buradan. Cütlər tərəfindən. Sağ ol. Cüt olduğuna görə sağdan və müəllimlər meydançanın harasına atılmalı? Sağdan atılmalı. Diagonal. Sağdan sağa. Sağdan sağa. Sağ. Bu meydançada rəqibin sağıdır. Burada da bu rəqibin sağı bura. Buradan diagonal. Və oyun başlayanda müəllimlər yadda saxlayın ki, oyun püşkatma ilə başlayır. Bütün idman oyunlarının hamısı püşkatma ilə başlayır. Bir dənə böyük basketbol idman oyunu xaric hamısı püşkatma ilə başlayır. Bir dənə o havaya atışla başlayır. Üç üstü, şahmat, daxil hamısı nəylə başlayır? Püşkatma ilə. Müəllim, burada set dəyişikliyi olur. Setlər arası fasilədə 2 dəqiqə. Setlər arasında 2 dəqiqə. Yəni, üzrə komandalar yer dəyişir burada. Əlbəttə ki, oyun axırında A komandası keçir B komandasına, B-yə keçir. B komandası da gəlir A. Püşkatma var axı. İndi müəllimlər, gəlin gedək. Badminton idmanı oyunu müəllimlər. Maksimum, biz deyirik ki, voleybol maksimum 5 set oynanır. Düzdür, 5 set oynanır. Badminton idmanı oyunu da maksimum 3 set oynanır. Birinci set, ikinci set və üçüncü set. Müəllimlər, birinci seti əgər A komandası udubsa, oynayıb udubsa, ikinci set başlayacaq A komandası. Yəni, udan komanda başlamalıdır da, belə çıxır. Burada seti, voleybolda fərqi yoxdur. Birin A oynadı, birin B oynadı. B başlayacaq. Amma badmintonda udan komanda neyiniyir? Oyunu başladı. Oyunu başlayır. Amma yer dəyişməyə, heç bir adiyyat yox. A gəlir B yerində, B ilə gedir A-nı yer. Məsələn, A komandası bu iki takmadan udub, biri də udub, ikini də udub. Üçü oynamağa ehtiyac yoxdur. Çünki oyunun qalibi 2 xalığı var. Oyunun qalibi nəyi var? 2 seti udub deyə. Onun 3 seti oynamağına ehtiyac yoxdur. Yox əgər birinci seti A komandası udubsa, ikinci seti B komandası başlayırsa, burada A komandası da birini udub, B komandası da birini udub. Düzdür? Üçüncü seti neyniyəcək? Oynayacaq. Çünki qalib, məsələn, yenə B komandası uddu. Görürsünüz, B komandası 2 seti udub. 2 seti udan qalib olur. 2-1. Voleybolda 3 set udan oyunun qalibidir. 3 seti. Burada 2 set. Burada da 2 seti udan oyunun qalibidir və müəllimlər yadında saxlayır. Setlərin arasındakı fasilə də 2 dəqiqə təşkil edir. 2 dəqiqə. Voleybolda 3 dəqiqədir. Burada da 2 dəqiqə neyini təşkil edir. Buna qədər sualı olan varsa müəllimlər, yoxsa davam. Yoxdur. Getdiyini müəllimlər nəyə? Getdiyini nəyə? Servis atışı zamanı. Bax, keçəninki Miqin sualı idi. Yəni 25-in yox, 24-ün Miqin sualı ki, badminton idman oyunda servis topunu yerinə yetirən zaman hansı ayağı qaldırmağa icazə verir. Bu ilki Miqin sualında da yazmışdı ki, badminton idman oyununda idmançı əlindəki raketdanı tora toxundura bilər, yoxsa bilməz. Yəni, sual buyur. İndi müəllimlər, yadda saxlayın. Badminton idman oyununda servis topu voleyboldakı kimi buradan yerinə yetirilmir. Bax, bu içindən yerinə yetirilir. Yadda saxlayın.
Servis topu buradan yerinə yetirilir və servis topu yerinə yetirilən zaman isə müəllimlər heç bir halda ayağı neyləmək olmaz? Ayağı yerdən qaldırmaq olmaz. Ayağı yerdən qaldırmağa icazə verilir. Heç bir ayağı, istəyir sağ, istəyir sol. Yalnız tabanın üzərində dura bilərsən, pəncənin üzərində dura bilərsən. Tabanı yerdən qaldırmağa icazə verilir və idmançı bel səviyyəsindən yuxarıda servis topunu oyuna daxil edir. İdmançı maksimum 135 santimetrdə servis topunu daxil edə bilər. Qaldırsın 1.40-dan göydə topu vursun, nə bilim 1.50-dən vursun, belə bir söhbət nədir? Yoxdur. Aydındır. Müəllim, üzr istəyirəm, onun şəklini göstərmək olar? Onun şəkli ataram qrupa, var, olmayı baxarsan. Gəl, onu göstərəcək. İndi müəllimlər, gedirik nəyə? İndi gedirik badmintonda nəyə? Badminton o qədər çətin bir oyundur aslında. Deməli müəllimlər, gedirik birinci set, ikinci set, üçüncü set. Hər setin müəllimlər 11-ci xalında, 11-ci xal. Hər setin 11-ci xalı. Texniki time-out var, vaxtı da 1 dəqiqə. 1 dəqiqə. Yadınıza saxlayın. Əgər iki komanda, A komandası ilə B komandası, məsələn, mənlə kim oynayır? Müslüm müəllim. Mənlə Müslüm müəllim məsələn oynayır. Müslüm müəllimlə 11-ci xala satanda deyirəm ki, Müslüm müəllim yorulmamısansa gəl texniki time-out'a çıxmayaq. Müslüm müəllim deyir ki, yorulmamışım, gəl elə oynayır. Götürmədik. 11-ci xalda, birinci setin 11-ci xalında götür. İkimiz də razılar. İndi gəlmişik ikinci setin 11-ci xalına. Müslüm müəllimə deyirəm ki, Müslüm müəllim, yorulmamışam. İstəyirsənsə oynayaq. İstəyirsənsə oynayaq. Müslüm müəllim deyir ki, yox, mən yorulmuşam. Mən yorulmuşam. Aydındır. Avtomatik nə olur? Əgər Müslüm müəllim desə ki, mən yorulmuşam. Time-out götürür da bir dəqiqə. Texniki time-out götürür bir dəqiqə. Aysa o. Time-out'a çıxmağı istəyirəm. Avtomatik nə olacaq? Hakim yadınıza saxlayın. Müslüm müəllimi nəzərə alacaq. Day, mən yorulmuşam, yorulmamışam, yox. Çünki yorulan kimdir? Müslüm müəllim yorulandır. Aydındır. Yəni, mən özümü orada öldürsəm də ki, mən yorulmamışam. Mən yorulmamışam. Avtomatik mənim orada sözüm neyinəməyəcək, müəllimlər? Keçməyəcək. Aydındır. Mənim sözüm keçməyəcək. Çünki mən yorulmayan tərəfəm. Başa düşdünüz müəllimlər? Bəli. Müəllim, bu set nə qədər olur? Bir set. Deyəcəm, indi onu. Və müəllimlər, 11-ci xalda, amma 3-cü setdə Müslüm müəllim yorulsa da, yorulmasa da, mən də yorulsam da, yorulmasam da 3-cü setdə nə olacaq? Yer dəyişməyə görə o 1 dəqiqəni mütləq bir götürməyiniz. Vacibdir, çünki orada yer dəyişməm. Aydındır? Yəni məzuniyyətə gedəsən də vacib. 100%. İkimiz bir komandalıq da müəllim, elədir. Necə? İkimiz bir komandadaydıq da, elə başa saldıq. Yox. Bir ana komanda. A, B komandası. Anar müəllim A komandasındadır, Müslüm müəllim də burada B komandasında, məsələn, belə deyir. Amma fərqlərə görə dəyişir. Müəllimlər, oyun yadınıza saxlayın. Badminton idman oyunu. Minimum, yəni xala görə oynanır. Vaxta görə oynanır. Minimum 21 xaldır, maksimum da 30 xaldır. Yəni, 21 xala çatan necə satmalıdır? Məsələn, oyun voleybolda olduğu kimi 2 xal fərqi.
oyunun qalibi məsələn 21 ilə 19 ola bilər. Day 20-21 ola bilməz. 2 xal fərqi olmaz. Maksimum da 30 xaldır. Yəni 29-29 gəlsin olsun, 29-29 A komandası ilə B komandası oynayır. Fərqi yoxdur. Burada A komandası bir xal utsa, bir xal atsa, bir top atsa, nə olacaq? Bərabərdir 30. 30 atan qalib. Xal fərqi. Volleybol kimi yana artmayacaq da, qalacaq. Voleyboldakı kimi artmır. Burada 29 bir xal belə deyək də fərqi ilə oyun qalibi olur. 29 30. Məsələn A komandası, bu da B komandası. B komandası oyunun da. Amma 21-ə qədər 2 xal fərqi mütləq. 21-dən sonra bir xal. Yox, 21-dən sonra 29-a qədər də 2 xaldır. Məsələn 27 29 oyunun qalibi var. Çünki 2 xal fərq yaranır. Məsələn 28 onlar 30. Başa düşdünüz? 2 xal fərqi mütləq olur. Amma 29-29 olsa 39 qalib. Aydın. Bura qədər müəllimlər sual olur. Gedir müəllimlər nəyə? İndi gedir nəyə? Xal sistemin dedim, deməli. Xal sistemin dedim, sonra nə qaldı? Əgər 2-0-dırsa, 3 xal verilir. Nə yazmaq? Deməli, oyun 2 setlə bitibsə, 2 setin ikisində A komandası udubsa, olur nə? 3-0. Mənim burada, üzrüstəm, burada hakimlər neçə hakim olur? Hamısına bir-bir gələcəm, izah edəcəm. Tamam, elə bildim fikirdən çıxıb. İzah edəcəm, uzundur, hələ vaxtımıza var. Burada qalibə verilir 3, məğluba verilir nə? 2-0. Sağ olun, 0 daha doğrusu 2 neydi? 3-0 verilir və əgər oyun 3 setlə oynanırsa, A komandası setin ikisini udubsa, B komandası birini udubsa, buradan bizə qalibə 2, məğluba verilir 1. Aydındır. Yadınıza saxlayın. Və müəllimlər, yadınıza saxlayın ki, badminton idman oyununda heç bir halda heç isə olmur. Voleybolda olduğu kimi. Heç isə olmur. Basketbollarda olduğu kimi keçədir. İndi gedirik oyunun müəllimin dediyinə, hakim halləsi. Hakimlərlə. Müəllimlər, badminton idman oyununda 13 dənə hakim. Ən çox hakim olan bir oyun. Burada yadınıza saxlayın ki, 2 dənə servis, tor hakim olur. Bax, onun voleybolda olduğu kimi biri yuxarıda mişqada oturur, biri yerdə olur. Aşağıda. 2 dənə olduğu nə? T yazıram ki, yəni tor hakim. Həkimi nə idi? Tor yazıram ki, tor hakim oldu. İndi 2 servis hakimi var. Bəli, 2 dənə servis hakimi var. Burada S yazıram, servis. Yəni, oyuncu buradan servis topunu yerinə yetirəndə neyinir? Servis hakimləri baxır ki, servisi necə yerinə? Aydındır? Bəli. İndi müəllimlər, deməli 2 dənə servis hakimi, 8 dənə line nurture var. 8 dənə, yəni xətt hakimi. 8 xətt hakimi var. Bir dənə də müəllimlər, əsas hakim var. Yəni, əsas hakim də oturur masada. Aydındır? Əsas hakim də oturur masada. Neçə oldu? 2, 4, 12, 13 dənə. Aydın oldu müəllimlər burada? Aydın. Aha.
Qəşəng. İndi gedirik müəllimlər nəyə? İndi gedirik volanın çəkisinə və lələksən. Baxın müəllimlər, bu orijinal oyunlarda oynanılan bir volan. Yəni bunun padelkası da olmalı uşaqlar üçün. Baxın, bu padelkası, yəni məktəblərdə falan, məşqlərdə falan istifadə olunur. Bu isə orijinaldır, yadda saxlayın. Bunun çəkisi olur 4,7, 5,5 gram. 4,7, 5,5 gram oldu. Və lələk sayda 14, 16 lələk olabilir. Yəni ya 14 olur, ya 16 lələk. Amma maksimum 16 lələk. Ən çox 16 çıxacaq qabaq olsun. O qramlara görə dəyişirdi onda müəllim. Yox, qramlara görə dəyişmir. Lələk istehsal şeyindən asılıdır, yəni sayının asılıdır. Ya 14 ilə 16 arası deyil. Qrama heç bir dəxli yoxdur. O 16 lələk olan da o qramda ola bilər, 14 lələk olan da. Gedək indi raketkanın uzunluğuna və çəkisinə. Müəllimlər, yadınızda saxlayın. Raketkanın uzunluğu var, bir də eni var. En hissəsi 23 santimetrdir. Raketkanın uzunluğu isə 68 santimetrdir. Və indi bunun yeni qaydaya əsasən ölçülərində sizə qeyd edəcəm müəllimlər. Deməli, ölçülər yeni qaydaya Y qoyuram, yəni yeni qayda. Yeni qaydaya əsasən 75-96 qramdır. Köhnə qaydaya əsasən 2 qoyuram ki, köhnə qayda. Köhnə qaydaya əsasən isə 135 190 qram olmalı. 135-190 qram olmalı. O da kimə bizim kəlmə? 135-190 qramdır. Dedim, bir dənə səhv edirəm, ona görə soruşmaq istəyirdim. Sağ olun. 135-190 qram təşkil edir müəllimlər. Aydındır? Müəllim, raketkanın çəkisi? Yeni qaydaya əsasən, indiki qaydaya əsasən 75-96'dır. Köhnə qaydaya əsasən 135-190 qramdır. Yəni sizə sualda bu düşsə, ya bu düşəcək, ya da bu düşəcək. Yəni ikisini də bir yerə qoya bilməzdir. Münaqişəli sual olur. Bura qədər sual olan. Vurulma qaydası görürsünüz, bel səviyyəsindən aşağıda vurur. Fikir verin, bax burada şəkildə var imiş. Bel səviyyəsindən aşağıda servis topun oyuna daxil edir. Və müəllimlər, volanın yadınıza saxlayın, kütlü hissəsindən, yəni kül olan hissəsindən vurmaq olmaz. Kül olan hissəsindən vurmaq olmaz. Yalnız kül olan hissəsindən tuta bilərsən sən. Kül hissəsindən tutub, top hissəsindən neyinirsən? Vurursan, gedir. Aydındır, bu da oyuna daxil edilmə forması. Bu da meydançanın... Bir vuruş qaydası var da müəllim onun. Vuruş qaydası var ha. Prosta sən ancaq bunu top hissəsindən vura bilərsən də, daha kül hissəsindən vurum söhbəti yox. Bir yana ancaq aşağı tərəfdən vura bilərsən də, belə yuxarı qaldırıb vura bilmərsən. Servisdə beldən aşağı vurursan, belə vurursan. Amma oyun gələndə voleyboldakı kimi istənilən formada götürə bilərsən. Bildim. Oyun zamanı məhdudiyyət yox. Aha, baxın, bu da vurulmaz. Görsün, bütün hallarda bədən bel səviyyəsindən aşağıda yerilir. Baxın, bu da şova baxın burada. Topun, yəni volanın ağır hissəsi bu hissəsi olduğuna görə, arxa lələk olduğuna görə ağır hissə həmişə irəlidə gedir. Görürsünüz, gələndə də birinci top dəyir raketkanın özünə. Fikir verin. Aha, bax, bu da orijinal, yəni oyunlarda istifadə olunan volan. Bu da PDD-sidir, bu heç. Aha, müəllimlər, yadınıza saxlayın. İdmançının özünün raketkası ola bilər. Yəni, özü istəsə raketki ilə deneyə bilər. Özü istəsə raketkasını gətirib oyunda istifadə eləyə bilər. İstəməsə.
oyuncu avtomatik oyun yarışçılarından, yəni yarış təşkilatçılarından raketka tələb edə bilər. Oyuncunun ləvazimatlarına aiddir. Dəsmalıdır, çantasıdır, paltarıdır, ayaqqabısıdır. Bir də nə idi? Raketkasıdır müəllimlər. Aydındır. Və time-out'un, texniki time-out'un 40-cı saniyəsində müəllimlər, 40-cı saniyəsində hakim anons verir ki, sizin vaxtınızın qurtarmasına neçə saniyə qalıb? 20 saniyə qalıb və anons keçir ki, komandalar vaxtında meydanda olsunlar. Aydındır müəllimlər. Meydançanın hündürlüyü, müəllimlər, meydançanın tavanın hündürlüyü voleybolda nə qədərdir? 12,5-dir də, düzdür? 12 metr yarım. Burada isə 7, 8, maksimumda 9 metr hündürlüyündə ola bilər meydança. Yəni tavanı da, meydançanın tavanı 9 metr hündürlükdə ola bilər. Və müəllimlər, badmintonda 3 dənə kart sistemi var. 3 dənə. Sarı, qırmızı, bir də qara. Yadınızda saxlayın. Sarı kart kimdə olur? Sarı kart meydançada olan hakimdə olur. Amma qırmızı kartla qara kart əsasən o olur masada oturan hakimdə. Deməli, qırmızı kart, sarı kart zamanı heç bir xal qazanmaq voleybolda olmur kimidir. Qazanmaq falan olmur. Qırmızı kartda bir xal və servis yenə rəqibə keçirir voleybolda olduğu kimi. Qara kart isə ən ağır kart cəzasına malikdir müəllimlər. Badmintonda qara kart idmançını 1 illik diskalifiyə edir. Və indiyənə qədər də 2 dəfə verilib dünyada, yəni çempionatlar zamanı qara kart 2 dəfə verilib, İkisində də idmançını 1 illik diskalifikasiya, yəni 1 il heç bir oyuna gedə bilmərsiniz. Aydın deməli. Bura qədər sual olan. Ödəsi, nə bilim, hay kimsə əvəz edeyim, söhbət yoxdur. Burada avtomatik olur, nə? Diskalifiyə olunur. Oyunda da 2 cür texniki məğlubiyyət var. Müəllimlər, bir komanda, voleybolda biz dedik ki, 15 dəqiqə oyuna gəlməyəndə texniki məğlubiyyət alır. Bu voleybola aiddir. Badmintonda isə 5 dəqiqə oyuna gecikəndə bir də burada bir dənə oyuncu meydandan qara kartla qovuldusa oyun enir. Aydındır müəllim? Aydın. Oyunda da 3 dənə müdafiə zərbəsi var. Sağdan, soldan, bir də ortadan. Aydındır. Yəni sən özü o meydançı bir sağdan müdafiə edirsən, soldan müdafiə edirsən, bir də ortadan neyləyə bilərsən? Müdafiə eləyə bilərsən. Aydındır müəllimlər? Məsələn, servisdə idmançıya aid olanlardan, yəni idmançı eləyə bilməyəcəyi hərəkətlər. Məsələn, tərini dəsmal əvəzinə əli ilə silərsən. Buna icazə verilir. Yəni ki, sən dəsmalla yox, əli ilə tərini silirsən, sonra raketlanı tutursan, o raketka sənin əlindən sürüşüb kiməsə neyləyə bilər? Xəsarət yetirə bilər, düzdür? Sonra, məsələn, yalandan özünü zədələnmiş kimi göstərib, buna icazə verilmir. Kimisə təhqir eləmək, kimisə söymək qətiyyən qadağandır. Və vaxt qazanmaq məqsədi ilə, yəni avantaj qazanmaq məqsədi ilə servis atışını ləngitmək. Servis atışına verilmir, vaxt verilmir, amma ləngitmək də olmaz. Və yaxud da ki, toru vurmaq, raketkanı tora vurmaq, toru cırmaq, tora xəsarət yetirmək. Bu, voleybolda buna müəllimlər fili təcavüz deyirlər. Yəni, toru cırmaq, toru qəsdən cırıb dağıtmağa fili təcavüz deyirlər. Burada da
icazə verilmir ona. Burada adı yoxdur, amma icazə də verilir ki, yəni sən toru dartasan, çırasan, nə bilim, tordan sallaşırsan, torun üstündən keçəsən və yaxud da ki, raketkanı tora vurasan, tanın sualı, raketkanı tora vurasan, bu hallarda eyləmək olmaz. Və mənimlə, voleybolda olduğu kimi, burada da tora dəyib, oxunub keçə bilər rəqib zonasına. Amma birinci servis azad zonaya düşə bilməz. Yəni, top oyuna daxil ediləndə birinci servis azad zonaya düşə bilməz. Yəni, buna heç bir halda neynəmirlər? İcazə verilir. Bura qədər sual olan mənim. Mənim bir dənə sualım var. Bu servis topu, məsələn, cütlərdə də bir nəfər vurur, yoxsa fərqi yoxdur? O da vura bilər, bu da vura bilər servis topu. Yox, onun dəxli yoxdur mənim. Təş xallarda sağda olan vurur, cüt xallarda solda olan. Cüt xallarda sağda olan vurur, təş xallarda solda olan vurur. Heç bir fərq yox. Bir dənə topdur da, yəni. Bir nəfər vururdu onu. Yəni o birisi... Bir nəfər vurur. Burada bir şey var da, yəni sağdan sağa vurur da, ona görə də təbii ki, o bir nəfər vurardı elə. Bax, buradan vurursan sağa. Bir nəfər, birinci Bəli, o oyun yəni o 0 xal var. 0. 0 sağdan başlayır. Bir dənə ona daxildir. Amma oyun ərzində heç bir şey yoxdur onun. Yəni servis oyuna daxil işləyir. Ola sənsiz. Buyur. Bayan orada qırmızı kartın cevabını siz demədiniz. Benim o yine kara karta gitti söz. Kırmızı kart nerede? Sarı kart nerede? Dedim də bir xal servis rəqibə gedir. Voleybolda olduğu için ona görə yəni çox. Oynan voleybolda olduğu kartda yoksa kırmızı kart da məndə. Sarı kartda geçmir. Yox, sarı kartda, burada da sarı kartda getmir. Burada da xəbərdarlıq. Kırmızı kartda benim komandaya gider. Amma qırmızı kartda voleybolda olduğu için bir xal servis rəqibə gedir. Evet müəllim. Oldu müəllim, sağ olun. Sərbəsin. İndi müəllimlər, gelirik dəyə. Deməli müəllimlər, badminton idman oyununda, yadda saxlayın. Servis haqqında danışdım sizə və dedim ki, neyə eləmək olmaz? Servisi yerinə yetirən zaman ayağı yerdən qaldırmaq olmaz, bel səviyyəsindən yuxarıda atış eləmək olmaz, sonra raketkanı tora toxundurmaq olmaz. Düzdür. İndi müəllimlər, sizə bir dənə şey qalıb, onu da deyim. Yadınıza saxlayın ki, qadınlar üçün, bir də kişilər üçün Uber və Thomas kuboku var. Uber kuboku qadınlar üçündür. Qadın. Thomas kuboku kişilər üçündür. Kişi. Aydındır müəllim. Qadınlar üçün 1948-dir bəlkə də. 48-də yaranır. 1900 yoxsa yox istəyirəm. Qadınlar üçün yaranır. 1956-da 1956-da. Kişilər üçün 1948-də yaranır. 1948-də yaranır. Qadınlar üçün 1956-dır, kişilər üçünsə 1948-ci ildə yeni yaranıb, keçirilməyə başlayıb. Və müəllimlər, Avropa və Dünya çempionatında bir ildən bir keçirilir. Yadınızda saxlayın. Bir ildən bir keçirilir. Amma Uber və Thomas kuboku 2 ildən bir keçirilir. Aydındır. Bura qədər sual olan. Bax, meydan dəyişimi, yer dəyişmə var müəllimlər. Bir də meydan dəyişimi var. Meydan dəyişimi məsələn A keçir. Hara? B-nin yerinə B-də oynayır. B-də keçir. Yəni B-də oynayan da keçir hara? A-nın yerində oynayır. Meydan dəyişimi. Yəni meydanın dəyişimidir. Bir də var ki müəllimlər, yer dəyişmə. Yer dəyişmə cütlər arasındadır və yaxud da ki qarışıq cütlər arasında. Məsələn, Müslüm müəllim burada oynayır, Elmi müəllim də burada oynayır, düzdür? Müslüm müəllimdən kim yerini dəyişir? Elmi müəllim.
Ay sağ ol. Müslüm müəllimlə Elmin müəllim yerini dəyişir. Bu olur nə? Bu yer dəyişimi olur. Amma meydan dəyişimində başqadır. Meydan dəyişimi A-la kimin arasında olur? Kanalda. Meydan dəyişmədə Elmir müəllimlə Müslüm müəllim keçir o biri tərəfə. O yaz belə deyək də müəllim siz yazmadınız tərəfə. Yo. Meydan dəyişəndə hə. Meydan dəyişəndə mən gəlirəm. Müslüm müəllimlə Elmir müəllim keçir olur. Amma yer dəyişmədə Elmir müəllim və Müslüm müəllim sağ-sol edirlər. Belə deyək, ora. Sadəcə yerin dəyişir, yadınızda saxlayın. Aydındır. Burada müəllimlər, deməli, rəqib servisindən xal qazananda yer dəyişimi olur. Aydındır. Ne bu? Müəllim, bu hər setdə, belə deyək də, bir set oynanıldı, meydan dəyişimi olur da, təbii ki, düzdür. 100%. Tamam. Aha. İndi müəllimlər, gedək nəyə? Nə qaldı burada? İzah eləmədim. Mənə elə gəlir, heç sən qalmayıb. Oyuncuların nömrələri. Hakimləri dedi. Yo, ona demişəm. Deyir. Deməli, müəllimlər, sizə sual düşər ki, badminton idman oyununda oyun necə başlayır? Oyun, bayaq bilməm, demədim, oyun burada da püşatma ilə başlayır. Oyun püşatma ilə başlayır. Yəni, sizin bura qədər bildiyiniz sizə bəs eləyir. Yəni, mənim danışdıqlarımı yadınızda saxlayıb, YouTube izahına baxsınız, sizə pulmusda bəs eləyir ki, gələn dərsimizdə rahat bir şəkildə bunun geniş mövzuda voleybolda olduğu kimi sual-cavab eləyə bilər. Yəni, burada yoxdur. Burada yoxdur. O lentanı deyirsən, sən bilirəm. Məsələn, qalanlıqdan deyir. Lenta yoxdur da buralarda. Yo, burada lenta yoxdur. O voleyboldadır ki, yuxarıda 7 santimetrdir. Aşağıda 5 santimetrdir. Burada axı, sənin nə əlinin dəyir, nə də raketbom dəyir. Aydındır. Badminton hansı idman oyununa aid bənzər oyundur? Tenisə bənzəyir. Çox adam bunu tenis bilir. Raketkasına falan baxır. Tenislə eyni başlayır. Görmüşlər. Tenis görməliyəm. Yadınıza saxlayın.